Möhtəşəm həyət evimizi sizlərə təqdim edirəm. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində qapısına qədər marşrut xəttinin hərəkətdə olduğu təcili qiymətə satışa çıxan həyət evimiz. Hər birinizin günü xeyirli uğurlu olsun. Dəyərli izləyicilərimiz, 2 sot həyət yanı sahədə belə bir hündür kürsüyə malik. Yəni 2 mərtəbə tipli deyil, hündür kürsüdür. Rahat şəkildə avtomobilin daxil ola biləcəyi belə bir qaraj hissəsi var. Evimiz 4 otaqdan ibarətdir, dəyərli izləyicilərimiz. Bugün əmlak bazarında satılan evlərdən, yəni çox aşağı qiymətə qiymətləndirilib evimiz. Bax, bu qapının dalı marşrut xəttidir, dəyərli izləyicilərimiz. Birbaşa marşruta açılır qapımız. Yəni qapının ağzından marşrut keçir. Dəyərli izləyicilərimiz, tam kupça paketdir. Həyətimizin də, evimizin də kupçası mövcuddur, ipotekaya da yararlıdır. Qiyməti də o qədər münasibdir ki, yəni hər bir 2 mərtəbə tiplimi, 4 otaq axtaran tiplimi deyim evlərin, yəni ki, tam büdcəsinə uyğundur. Mətbəx mebelinə evdə yaşayış olub, düzdür. İndi əşyaların hamısını çıxardır, kombisi, mətbəx mebeli, yəni lüstrları qalmaq şərti ilə hazır gir yaşa. Belə bir gözəl də həyətyanı, yəni ağlay daşları ilə döşənmiş həyətyanı sahəmiz var. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində yerləşir, möhtəşəm həyət evidir. Yüngül evdə, məsəl üçün də xərclər var. Nə xərclərdir bunları sizə deyim. Yüngül xərclər divar kağızların zövqə görə dəyişə bilərsiniz. Köhnəlib artıq divar kağızlarımız. Belə bir şeylərdir, görürsünüz. Bunu sahibi də eləyə bilərsiniz, də eləyə bilərsiniz. Yəni evimizdə uzun müddətdir yaşayış yoxdur. Dəyərli izləyicilərimiz, buranı da bağlayıb naves hissəsi eləyə bilərsiniz. Yəqin ki, bu avqust aylarında üzüm çardağı özü buranı örtür. Dəyərlənin, yəni dəyərləndirin, tələsin dəyərli izləyicilərimiz. Hər bir tərəf yaşayışdır. Dediyim kimi, marşrut tam qapının ağzından keçir. Dəyərli izləyicilərimiz, sahibi 110 min AZN qiymətləndirib evimizi, real alıcılarımıza endirimlər də olacaq. Gördüyünüz kimi möhtəşəm geniş dəhliz hissəmiz var, fikir verirsinizsə. Yəni dəyişiləsi deyəcəyim divar kağızları bunlardır. Artıq köhnə üslubdadır, yeni dizayna malik qoymaq olar. Bu bizim mətbəx hissəmizdir. Onu vurğulayım ki, əşyaların hamısı çıxacaq. Yəni mətbəx mebelidir, kombisidir. Bunlar qalmaq şərti ilə qalacaq. Evimizdə kombidir, radiatorlardır. Hamısı tam təchizat olunub. Bu bizim qonaq otağımızdır. Qonaq otağımızın genişliyi möhtəşəmdir. Üzürlü hesab edeyim, belə bir əşyaların çoxluğu var. Yəni bunlar hamısı çıxmaq şərti ilə satılır, dəyərli izləyicilərimiz. Yataq otaqlarını sizlərə bir-bir göstərim. Bu bizim uşaq üçün nəzər tutmuş yataq otağımızdır. Gördüyünüz kimi divar kağızlarının soyulanı da var. Evimizin hər bir yanı qoşa daşdır, onu vurğulayım. Reşutkalarla reşutkalanıb, yəni artıq xərclər yoxdur. Bu evə bir dənə xərc qoysaz, yəqin ki, divar kağızına qoyarsınız. Hər bir şey tam qaydasındadır. Evimiz təcili satılır, yataq otaqları da çox genişdir. Yəni əmlak bazarında bugün 4 otaq, ev, yəni 110 minə yoxdur. Kupçalı ev yoxdur. Otaqların genişliyində görürsünüz, möhtəşəmdir. Dəyərli izləyicilərimiz, tələsin ki, bu evin ilk sahibi siz olasınız. Sanitar qovşağını görürsünüz, sanitar qovşağı da fikir verirsinizsə, genişliyə malikdir, akusadan tam təchizat olub. Tələsin dəyərli izləyicilərimiz, əlaqə nömrələrimiz profildə qeyd olunub. Yəni 050 070 703 0030 nömrəsini əlaqə saxlayıb evimizin yerləşmə yerində maraqlana bilərsiniz. Sona qədər baxdığınız üçün hər birinizə təşəkkürümüzü bildiririk.